Hər vaxtınız xeyir, əziz abituriyentlər. Bugün sizə Afrikanın və Avstraliyanın daxili suları, çayları, gölləri haqqında, həmçinin su anbarları haqqında məlumat verəcəm. İlk öncə gördüyümüz kimi Afrika materiki haqqında məlumat verəcəm. Afrika materiki ümumiyyətlə onların daxili suları, çaylarının bol sulu olması, onun ekvatorial iqlim qurşağında yerləşməsi ilə birbaşa olaraq əlaqədardır. Biz bilirik ki, ekvatorial iqlim qurşağında il boyu isti və rütubətlidir və ekvatorial iqlim qurşağında yerləşən bütün materiklərin çayları bol suludur. Afrikanın da ekvatorial iqlim qurşağında, həmçinin subekvatorda yerləşən Kongo çayı və Zambezi çayı, həmçinin Niger və Volta çayları da ilin müəyyən dövrlərində bol sulu olmasının səbəbi məhz ekvatorial və subekvatorial iqlim qurşağında yerləşməsidir. İndi biz Afrikanın daxili suları necə hövzəyə aiddir, ona baxırıq. Afrikanın daxili suları 3 hövzəyə aiddir. Belə ki, Atlantik okean, Hind okean və daxili xarsız hövzə. Atlantik okeanı hövzəsinə aid olan dünyanın və Afrikanın da ən uzun çayı Nil çayıdır. Baxın, burada Nil çayı yerləşir. Nil çayı 2 qoldan ibarətdir. Mavi Nil və Ağ Nil. Ağ Nil ekvator xəttini kəsən Viktoria gölündən başlayır Ağ Nil. Həmçinin bura Şərqi Afrika yaylası da yerləşir. Mavi Nil isə Efiopiya yaylasında yerləşən Tana gölündən başlayır. Bunlar Sudanın Xartum şəhərində birləşərək davam eləyir və Aralıq dənizinə tökülürlər və oradan da Atlantik okeanı hövzəsinə aiddir. Nil çayı deməli yaylalarında bol sulu olur. Bol sulu olmasının səbəbi isə siz bilirsiniz ki, burada yəni ekvator xəttinin kəsdiyi ərazilər ekvatorial iqlim qurşağıdır. Viktoria gölü də məhz ekvatorial iqlim qurşağında yerləşdiyinə görə il boyu bol suludur. Həmçinin Tana gölü, Mavi Nilin başladığı Tana gölü də subekvatorial iqlim qurşağında yerləşir. Ekvatorial və subekvatorial iqlim qurşaqları deməli yaylalarında bol sulu olduqlarına görə, çayları bol sulu olduqlarına görə Nil çayı da yaylarında bol sulu olur. Halbuki Nil çayı böyük bir ərazidə tropik iqlim qurşağından axmasına baxmayaraq, yəni heç də qurumur. Nil çayı üzərində, Viktoria gölü üzərində Viktoria su anbarı da yerləşir. Bundan başqa Nil çayı üzərində digər bir su anbarı olan Asuan və yaxud da Nasir su anbarı. Baxın, qeyd edirəm. Asuan və yaxud da Nasir su anbarı yerləşir. Bəzən testlərdə şagirdlərin qarşısına Asuan, bəzən isə Nasir çıxır. Bu, yəni ki, ad sizi çaşdırmasın, hər ikisini götürə bilərsiniz. Yəni ki, bunlar eyni addır. Bu, Aralıq dənizinə tökülüb Atlantik okeanı hövzəsinə aid olan Nil çayı haqqında məlumat idi. Nil çayı dünyanın həm də Afrikanın ən uzun çayıdır. Daha sonra Atlantik okeanı hövzəsinə aid olan digər bir çay Senegal çayıdır. Baxın, görürsünüz. Senegal çayı birbaşa olaraq Atlantik hövzəsinə aiddir. Daha sonra Volta və Niger çayları. Volta və Niger çayları da deməli, aiddir Qviana körfəzinə. Qviana körfəzinə tökülür. O da Atlantik okeanı hövzəsinə aiddir. Volta çayı üzərində Volta su anbarı yerləşir. Baxın, qeyd edirəm. Volta su anbarı yerləşir. Daha sonra Atlantik okeanı hövzəsinə aid olan, yəni birbaşa olaraq Atlantik okeanı hövzəsinə tökülən digər bir çayımız Kongo çayıdır. Kongo çayının özəlliyi odur ki, ekvator xəttini 2 dəfə kəsib keçir. Baxın, görürsünüz, ekvator xəttini 2 dəfə kəsib keçir. Kongo çayı üzərində astana və şəlalələrin çox olması onun gəmiçilik üçün yararsız olmasına gətirib çıxardır. Kongo əlbəttə ki, bol sulu çaydır. Dünyanın ən bol sulu çaylarından biridir. Ancaq bol sulu olmasına baxmayaraq, deməli, gəmiçilik üçün yararsızdır. Onu da qeyd elədik ki, üzərində çoxlu Astana və Livingstone və Stanley şəlalələri yerləşir. Kongo çayı üzərində deməli hansı şəlalələr yerləşirdi? Livingstone və Stanley şəlalələri yerləşirdi. Daha sonra bizim birbaşa olaraq Atlantik okeanı hövzəsinə aid olan digər bir çayımız isə Oranj çayıdır. Oranj çayı xüsusiyyəti isə
Afrikanın cənubunda yerləşir və Atlantik okeanına birbaşa tökülür. Bizim digər öyrənməli olduğumuz çaylar isə Zambezi və Limpopo çaylarıdır. Zambezi və Limpopo çayları Hind okeanı hövzəsinə aid olan çaylardır. Belə ki, Zambezi çayı burada Mozambik boğazı yerləşir, bilirsiniz. Mozambik boğazına tökülür. Zambezi çayı üzərində iki su anbarı yerləşir. Kariba və Cabora Bassa. Baxın, qeyd edirəm. Deməli, Zambezi çayı üzərində iki su anbarı yerləşdi. Kariba və Cabora Bassa su anbarı. Limpopo çayı da həmçinin Hind okeanına tökülür. Limpopo çayının özəlliyi odur ki, burada 23,5 cənub tropik xətti bu çayı iki dəfə kəsib keçir və birbaşa olaraq Hind okeanı hövzəsinə tökülür. Daxili axarsız hövzə dedikdə isə, baxın, burada Çad gölü yerləşir. Çad gölünə tökülən Şari çayı, həmçinin Okavango çayı da daxili axarsız hövzəyə aiddir. Yəni ki, heç bir okeana aidiyyatı yoxdur. Çayları haqqında bu qədər. İndi isə gölləri haqqında danışaq. Əziz abituriyentlər, siz bilirsiniz ki, Afrikada Qırmızı dəniz sahilindən, baxın burada, Qırmızı dəniz sahilindən Zambezi çayının sahilinə qədər bir sınma zonası yerləşir. Sınma zonasında təsvir bölməsindən də bilirik ki, bir qraben və horstar yerləşir. Baxın, belə bir qraben və horstar yerləşir. Çökən hissələr, bu hissələr qraben, qalxan hissələr isə hors adlanır. İndi yəni burada bax, fikir verirsiniz ki, Afrikanın bütün gölləri hamısı bu ərazidə, yəni ki, bu sınma zonasında yerləşir. İndi məntiqlə fikirləşəndə, məsəl üçün yağış yağdı. Horsda yerləşən göllər daha az su ilə dolacaq, ancaq qrabində yerləşən göllər isə daha çox su ilə dolacaq. Qrabində yerləşən göllər daha ensiz, uzunsov, dərin olur. Horsda yerləşən göllər isə sahəsi geniş olmasına baxmayaraq, ancaq burada dərinliyi çox az olur, yəni dayaz olur. İndi Afrikada da yerləşən ən böyük göl, baxın, burada görürsünüz, Victoria gölüdür. Hansı ki, buradan Ağ Nil başlamışdı, ekvator xəttini iki dəfə kəsir və Afrikanın ən böyük gölüdür. Afrikada Horsda yerləşən göldür. Yəni, böyük olmasına baxmayaraq, geniş olmasına baxmayaraq dərinliyi azdır. Yəni ki, Victoria, Tanganyika, Nyasa, baxın, Victoria, Tanganyika, Nyasa, Rudolf, Albert gölləri, bunlar hamısı Qraben və Horsda yerləşən göllərdir. Qrabendə yerləşən gölləri isə Nyasa gölünü, Tanganyika gölünü, Rudolf gölünü, Albert gölünü qeyd eləyə bilərik. Aydın oldu mu? Ümidvaram aydın oldu. Deməli, Qrabendə yerləşən göllərin xüsusiyyətləri necədir? Dərin olur, uzunsov olur. Ancaq Horsda yerləşən göllər isə dayaz olur, ancaq sahəsi geniş olur. Tana gölünü misal göstərmək olar. Tana gölü də hansı ki, Mavi Nil bu göldən başlayırdı. Həmçinin burada Muveru və Bankvelu gölləri də vardır ki, bunlar da Afrikanın gölləridir. Daxili axarsız hövzəyə aid olan göllərdən isə baxın, burada Çad gölüdür. Çad gölü əsasən qidalanma mənbəyi yeraltı sulardır. Ancaq bu göllər hamısı ekvatorial iqlim qurşağında yerləşdiyinə görə bol suludur. Gölləri haqqında isə bu qədər. İndi isə Avstraliyanın daxili suları haqqında məlumat verəcəm. Avstraliya bilirsiniz ki, dünyanın ən quraq materikidir. Deməli, quraq materik olmasının səbəbi isə tropik və subtropik enliklərdə geniş bir əraziyə malik olmasıdır. Ən çox da tropik səhralar geniş sahə tutmasıdır. Avstraliyanın daxili suları 3 hövzəyə aiddir. Belə ki, daxili axarsız hövzə, deməli, Hind okean və Sakit okean. Bunu faizlə göstərsək, daxili axarsız hövzə 60% tutacaq. Sakit okean hövzəsinə aid olan çaylar 10%, 30% isə deməli Hind okeanı hövzəsinə aid olan çaylar tutacaq. Avstraliyanın daxili hissələri
Görürsünüz ki, quraq ərazilərdir. Quraq ərazi olduğuna görə buranın çayları yayda əsasən ümumiyyətlə quruyur. Bunların bol sulu olduğu dövrlər isə ilin müəyyən ərzində, müəyyən vaxtında yağış yağır. Yağış yağan zaman, yəni ki, çaylar su ilə dolur. Amma yenidən yağışlar, yəni qutarıb quraqlıq mövsüm başlayanda bu çaylar da quruyur. Məhz bu quruyan çaylar kriklər adlanır. Deməli, Avstraliyanın quruyan çayları nə adlanır? Kriklər. Bu terminlər yadınızda qalsın. Kriklər adlanır. Avstraliyanın Hind okeanı hövzəsinə aid olan ən bol sulu çayı, burada baxın görürsünüz, Murray və Darling çaylardır. Belə ki, Murray çayı ən bol sulu çay hesab olunur, Darling isə onun qoludur. Əslində Darling Murraydən daha uzundur, ancaq Murray çayı daha bol sulu olduğuna görə deməli əsas çay olaraq Murray çayı götürülür. Bunlar da birləşərək Hind okeanına tökülür. Murray və Darling çayları, baxın burada bilirsiniz ki, böyük su ayrıcı dağları yerləşir. Böyük su ayrıcı dağları deməli dağlarında qidalanırlar. Yəni əsasən Murray və Darling çaylarının qidalanma mənbəyi yağış suları və yeraltı sulardır. Soruşa bilərsiniz ki, axı müəllim, bunlar dağlıq ərazidən başlayırlar, böyük su ayrıcı dağlarıdır. Niyə buzlaqlarla qidalanmırlar? Əziz abituriyentlər, bilirsiniz ki, böyük su ayrıcı dağlarının elə də hündürlüyü yoxdur. Ən hündür zirvəsi Kostyushkadır, 2228 metr. Buzlaqlar, yəni burada demək olar ki, yoxdur. Yəni az miqdardadır. Ona görə də Murray və Darling çayları əsasən yağış sular və yeraltı sularla qidalanırlar. İndi isə Sakit Okean hövzəsinə aid olan çaylar haqqında danışaq. Sakit Okean hövzəsinə aid olan çaylar haqqında bilməli olduğunuz əsas məqamlardan biri onların il boyu bol sulu olmasıdır. Soruşa bilərsiniz ki, axı Avstraliya ən quraq materikdir. Niyə görə buranın çayları bol sulu olsun? Cərəyanlar bölməsində burada Şərqi Avstraliya cərəyanın keçmişdik, isti cərəyanı. İsti cərəyanlar özü ilə rütubətli iqlim şəraiti yaradır, bol rütubət getirir. Həmçinin burada passat küləklərinin təsirinə məruz qaldığına görə böyük su ayrıcı, baxın burada yerləşən böyük su ayrıcı dağlarının şərq ətəkləri il boyu bol suludur və burada yerləşən çaylar da il boyu bol suludur. Həmçinin bu çayların düşməsi çoxdur. Düşmə nə deməkdir? Mənbə ilə mənsəb arasındakı fərq. Dağlıq ərazidən axdıqlarına görə düşməsi də çoxdur. İl boyu bol suludur. Bol sulu olmasının səbəbi deməli Şərqi Avstraliya cərəyanının təsiri və passat küləklərinin, daimi passat küləklərinin təsiri altında olmasıdır və yəni böyük su ayrıcının şərq ətəkləri il boyu bol suludur və çayları da həmçinin bol suludur. Avstraliyanın göllərindən əsasən hamısı şor sulu hesab olunur. Yəni bilirsiniz ki, Avstraliyanın bu gölləri mərkəzi hissədə yerləşir və mərkəzi hissədə quraq ərazi olduğuna görə gölləri də şor sulu hesab olunur. Avstraliyanın ən böyük gölü və həmçinin də Avstraliyanın ən dərin ən çökək hissəsi, baxın burada yerləşən Eyr gölüdür. Eyr gölü -16 metr dəniz səviyyəsindən aşağıda yerləşir və Avstraliyanın ən böyük gölü hesab olunur. Digər Avstraliyanın yəni Eyrdən sonra ən böyük gölü Torres gölüdür. Torres gölü haqqında bilməli olduğunuz məqam isə Torres gölü ətrafında milli park salınıb. Bunları mütləq yadınızda saxlayın, çünki testlərdə düşür. Park salınıb. Bundan başqa, baxın bu göllər Eyrdir, Torres gölüdür, Çəhrai Hiller gölü haqqında danışacağıq. Bunlar hamısı mülayim işıqlanma qurşağında yerləşir. Deməli, Eyr gölü, Torres gölü, Çəhrai göl, bunlar hamısı yerləşir mülayim işıqlanma qurşağında. Avstraliyada şirinsulu göl isə burada Argyle gölüdür. Soruşa bilərsiniz ki, niyə görə Avstraliyanın bütün gölləri şor suludur, ən quraq materikdir, niyə görə Argyle gölü şirin suludur? Çünki bu göl süni yaradılmış göldür, yəni insanlar tərəfindən süni yaradılmış göl olduğuna görə şirin sulu göl. Digər öyrənməli olduğumuz göl isə burada Çəhrai Hiller gölüdür. Bu gölün özəlliyi ondan ibarətdir ki, gölün suyu çəhrai rəngdədir. Bunun analoqu olaraq, yəni eyni bizdə Azərbaycanda
Abşeron yarımadasında yerləşən Masazur gölünü misal göstərmək olar. Yəni ki, Abşeron yarımadasında yerləşən Masazur gölü və Çəhrayı Hiller gölünün oxşar xüsusiyyəti ondan ibarətdir ki, suyunun rəngi çəhrayı rəngdədir. Suyunun rənginin çəhrayı rəngdə olmasının səbəbi isə onun tərkibində, yəni suyun tərkibində olan bakteriyalar və mikroorqanizmlərlə, yəni ki, əlaqədardır. Ona görə bu suya tünd çəhrayı rəngini verir. Baxın, testlərdə çox vaxt soruşurlar, Abşeron yarımadası və Avstraliyanın ortaq cəhətləri, məhz o Çəhrayı Hiller gölünü götürə bilərsiniz. Bir də ki, Abşeron yarımadasının çayları da bilirsiniz ki, yay aylarında quruyur, kör mənsəblidir. Avstraliyanın da daxili, yəni ki, 60% məhz daxili axarsız hövzəyə aid olduğuna görə, yay aylarında quruduğuna görə bu bunlar üçün ortaq cəhət kimi götürülə bilir. Avstraliyaya biz qitə olaraq baxanda, yəni Yeni Zelandiya, həmçinin Tasmaniya adası da Avstraliya qitəsinə aiddir. Baxın, əgər materik olaraq biz Avstraliyaya baxırıqsa, təkcə Avstraliya materikidir, ancaq qitə olaraq baxırıqsa, Tasmaniya adası və Yeni Zelandiya adası da buraya aiddir. Yəni Avstraliyada şirin sulu göllər olmamasına baxmayaraq, Tasmaniya adasında Gardon gölü, həmçinin Yeni Zelandiyada bir sıra şirin sulu göllər vardır. Avstraliyanın daxili sularından bu qədər. Ümidvaram ki, sizin üçün aydın